Mən Bakıda böyümüşəm. Uşaqlığım biraz çətin keçib. 7 ayım olanda valideynlərim boşanıb. Mən bilirdim ki, Allah var. Bilirdim ki, belə deyək də şəxsiyyət var ki, Allah var, bu dünyanı yaradıb. Amma ciddi münasibətim yox idi Allaha qarşı. Və mən böyüdükcə o dediyim kimi nifrətim də var idi və istəyirdim ki, o nifrəti başqalardan çıxardım. Və təbii ki, o əks cins idi, yəni qızlar idi. Və mən böyüdükcə, istir məktəbdə, istir ali məktəblərdə mən qızlara simpatiyam böyüyürdü və onlarla tanış olurdum. Təbii ki, bu tək münasibətlə bitmirdi, həm də ki, cinsi əlaqədə də bitirdi. Bu qızlarla münasibət, qızlarla cinsi əlaqədə bitmirdi. Eyni zamanda mən pornoqrafiya baxırdım və pornoqrafiyadan asılı olmuşdum. Çünki əlimdə pul, dediyim kimi, yəni qızlarla münasibət və Allah qalmışdı ikinci planda. Amma günlərin bir günü bunların hamısı mən itirdim. İşdən çıxartdılar və bilmirdim ki, artıq mən nə edim. Çünki köhnə təbiətlə yaşamağa öyrəşmişdim. Və mən artıq başa düşdüm ki, Allah məni çağırır. Günlər bir gündə mən İsa Məsih haqqında film baxırdım və orada gördüm ki, səhnə var idi ki, hansı ki, fariseylər zinəkar qadını tutublar zinada və İsa'nın yanına gətirmişlər ki, mühakimə etsinlər. Dedilər ki, sən bunu daşlamalısan da, yəni ki, bundan mühakimə etməlisən. Və İsa Məsihin hərəkəti çox təəccübləndirdi məni. O dedi ki, burada kim günahsızdırsa, birinci o daş atsın. Və mən gördüm ki, İsa Məsih onu mühakimə etmədi. Və mən Məryəmdə özümü görmüşdüm, hansı ki, Məryəm də zina edirdi, mən də zina edirdim. Çünki o xanım da, o Məryəm də zina edirdi. Necə mən zina edirdim bu dünyada. Və mən də fikirləşdim ki, İsa məni, zinakarı mühakimə eləmir. Nəinki zinakarı, o heç kim mühakimə eləmir. Və mən müqəddəs kitabı oxuduqca başa düşürdüm ki, mən günahlarıma görə tövbə etməliyəm. Çünki oxuduqca mən başa düşdüm ki, Tanrı bağışlayandır. Və mən özümü İsa'ya həsr eləmişəm. Və mən təbii ki, fikirləşdim ki, ata bağışlanıcı, mən kimim ki, mən gedim üzr istəməyim. Mən də bağışlamalıyam. Kim məni incidibsə və kimi mən incitmişəmsə, mən də onlardan üzr istəməliyəm. Mən qızlardan üzr istəyirdim, sulh yaradırdım. Amma bir fikir məni narahat edirdi. Mən atadan necə deyim ki, ata mən səni sevirəm. Amma özümdə cəsarət toplayaraq mən ona günlər bir gündə zəng elədim və dedim ki, əgər sən fikirləşirsən ki, mən sənə incimişəm ya da sənə nifrət edirəm, yox, bu belə deyil. Mən səni sevirəm və mən səni bağışlamışam və münasibət tamam başqa oldu. Və mən ailə həyatı qurdum. İsa Məsihlə olan münasibətim daha da dərinləşdi və mən hiss elədim ki, mənim həyatım dəyişilir. İsa Məsih mənim dostumdur. İsa Məsih mənim liderimdir. İsa Məsih mənim həyat tərzimdir və yer üzündə fiziki atamı olmasa da belə, təbii ki, o var, o sağdır, amma yanımda olmasa belə mən hiss edirəm ki, İsa Məsih mənim atamdır. Fiziki atam mənə vermədiyinə görə mənim nəyə ehtiyacım var idisə, səmavi ata onu təmin elədi.